Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu vesselamu ala Resulillah. Emma ba'd. Allah'ın selamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam Elimleri Mektebe Arap Dili derslerine hoş gelmişsiniz. Bugünkü dersimizin mevzusu müzekker isimler. Müzekker Arap dilinde kişi cinsli isimlere verilen bir addır. El-muzekkeru şeklinde telaffuz edilir ve gramatik olarak kişi cinsiyle alakalı isimlerin tamamına verilen bir addır. Şimdi ise müzekker isimlerle alakalı bilinmesi lazım olanlara geçirik. Arap dilindeki bütün isimler cinsiyet bakımından her zaman iki kategoriden birine dahildir. Bunlardan birincisi az evvel zikrettiğimiz el-muzekkeru yani kişi cinsli isimler. İkincisi ise el-muennes kadın cinsli isimler. Bir ismin müzekker yoksa müennes olduğunu bilmek çok önemlidir. Çünkü Arap dilinde bir cümlenin haberi müpteda olan ismin cinsiyetine uygun olarak gelir. Hələlik bu derste öğrenilmesi lazım olan esas makam bir sözün formasına bakarak onun müzekker mi yoksa müennes mi olduğuna karar verebilmektir. Bunun için bəs ne etmemiz lazımdı? Müzekker ismin əlamətini bilməyimiz lazımdır. Kişi cinsine ait olan isimlerin müəyyən edici xüsusiyyəti sonlarında yuvarlak T dediğimiz T-i merbute harfinin olmamasıdır. T-i merbute harfi iki şekilde yazılırdı. Bu şekilde ve bu şekilde yazılırdı. Bu iki şekil isimlerin sonunda yer almırsa o isimler kişi cinsine ait olan isimlerdi. Əlavə not olarak bunu da söyleyeyim ki, buradaki bahsettiğimiz kişi cinsi, kadın cinsi isimler gramatik bir cinsiyettir. Yani aşağıdaki örneklerde uşbun kelimesi var. Uşbun ot demekti. Bunun kişi cinsiyle, kadın cinsiyle bir alakası yoktu. Ancak gramatik olarak sonunda t-i merbutu olmadığına göre biz bu kelimeni kişi cinsi olarak kabul edirik. Diğer örneklere bakarak raculun kelimesi adam, kişi demekti. Sonunda t-i merbuta olmadığına göre biz bu ismi müzekker yani kişi cinsli isimlerden sayırıq. Diğer örneğimiz semek. Bu balık demekti. Sonunda t-i merbuta olmadığına göre bu da kişi cinsli isimlerdendir. Dersun kelimesi. Yine t-i merbuta olmadığına göre bu isim de müzekkerdir. Ve sonuncu kelimemiz melikun. Melik yani hükümdar, padişah manasında. Vasf olarak kişilere ait bir hususiyet olsa bile umumiyetle biz bunu gramatik olarak sonunda t-i merbuta olmadığına göre gramatik olarak kişi cinsi isimlerden sayırıq. Yani bu %90 padişahlar, hükümdarlar kişilerden olur diye biz bunu kişi cinsli isimlerden saymırıq. Sonundaki t-i merbutenin olup olmamasına göre biz buna karar veririz. Yani kısacası bu gramatik bir cinsiyettir. Şimdi ise müzekker isimlerin ayırt edici özelliği olan t-i merbutenin olup olmamasını misallarla öğreneceğiz. Birinci örneğimiz müderrisun, müellim. Sonunda t-i merbute olmadığına göre bu isim müzekker isimdir. Nekire haldadır ve marife haline saldığımız zaman el-müderrisu sonundaki tenvin düştü. Böylelikle önceki derslerimizi de tekrar etmiş oluruz. İkinci örneğimiz muctehidun. Çalışkan manasında bir kelimedir. Sonunda t-i merbute olmadığına göre bu isim müzekker bir isimdir. Aqilun marife halında el-aqilu. Sonunda t-i merbute olmadığına göre bu isim müzekker bir isimdir. Haklun nekre halinde bir kelimedir. El-haklu marife halında sonunda t-i merbute harfi olmadığına göre bu müzekker isimlerdendir. La'ibun el-la'ibu oyuncu demektir. Sonunda t-i merbuta olmadığına göre bu da müzekker isimlerdendir. Müzekker isimle alakalı bu dersimizde çok kelimeler zikreleyeceğiz inşallah. Bu kelimeleri qeyd eləyərək əzbərləməniz tövsiyə olunur.
Başlayaq. Müzəkkər isimləri öyrənməyə davam edirik. İlmun, el-ilmu. Təyin mərbutu olmadığına görə bu kəlmələrin hər biri müzəkkər isim hesab olunur. Dediyimiz kimi elm kəlməsi hər hansı bir kişi və ya qadına nisbət edilən bir şey deyil. Ona görə də bizim bəhs etdiyimiz mövzu qrammatik cinsiyyətdir. Yəni elm kəlməsi burada kişi cinsindədir, amma qrammatik olaraq kişi cinsində hesab olunur. Misalun, el-misalu. Təyin mərbutu olmadığına görə bu isim də müzəkkər isimdir. Fəhmun, el-fəhmu. Cərun, el-cəru. Qonşu deməkdir. Cərun nəkirə bir kəlmədir. Mərifə olduğu zaman sonundakı tənvin düşdü. Buna da diqqət edirik. Unvanun, el-unvanu. Sonunda təyi mərbuta yer almadığına görə müzəkkər isimdir. Məridun, el-məridu. Culusun, el-culusu. Şəkkun, eşşəkku. Sonunda təyi mərbuta yer almadığına görə müzəkkər isimlərdəndir. Səri'un, es-səri'u. Suda'un, es-suda'u. Baş ağrısı. Gördüyünüz kimi baş ağrısı kəlməsi kişi və qadınla əlaqəli bir kəlmə deyil, bir xəstəlik ismidir. Ancaq qrammatik olaraq sonunda təyi mərbuta hərfi yer almadığına görə bu isim müzəkkər isimlərdən hesab olunur. Cəmilun, el-cəmilu. Xata'un, el-xata'u. Na'na'un, en-na'na'u. Səbəbun, es-səbəbu. Saihun, es-saihu. Hədəfun, el-hədəfu. Ma'un, el-ma'u. Su kəlməsi sonunda təyi mərbuta yer almadığına görə qrammatik olaraq kişi cinsi isimlərdən hesab olunur. Sayfun, es-sayfu. Yay fəslinin kişi və qadınla əlaqəsi yoxdur. Ancaq sonunda qrammatik olaraq təyi mərbuta hərfi yer almadığına görə bu ismi də biz müzəkkər isimlərdən hesab edirik. Muvazzafun, el-muvazzafu. Vəzifəli şəxs. Ləvnun, el-ləvnu. Rəng deməkdir. Hizəun, el-hizəu. Ayaqqabı. Sonunda təyi mərbuta yer almadığına görə qrammatik olaraq müzəkkər isimlərdən hesab olunur. Dediyim kimi burada çoxca kəlmə zikr edəcəyik inşallah. Hər birini qeyd edərək əzbərləməniz, söz bazanızı genişləndirməniz sizin faydanıza olacaq inşallah. Məl'abun, el-məl'abu. Bəladun, el-bələdu. Si'run, es-si'ru. Yevmun, el-yevmu. Ta'amun, el-ta'amu. Burada ta hərfi şəmsi hərflərdən olduğuna görə lamun üstünə cəzm qoymadıqda ta hərfini şəddəli oxuduq. Ötən dərslərdə bu şəkildə təşkil etmiş olaq. Mut'abun, el-mut'abu. Cəbəlun, el-cəbəlu. Matarun, el-mataru. Yağışın kişi və qadınla əlaqəsi yoxdur. Təkrar vurğulayıram ki, mövzu zehninizə yaxşıca yerləşsin. Yağış kəlməsinin dediyim kimi kişi və qadınla əlaqəsi yoxdur. Ancaq bizim baxdığımız, diqqət yetirdiyimiz mövzu bu kəlmənin qrammatik olaraq hansı cinsə aid olduğudur. Bir kəlmənin sonunda təyi mərbuta hərfi varsa, o qrammatik olaraq qadın cinsinə aiddir. Əgər təyi mərbuta yoxdursa, o kəlmə kişi cinsinə aiddir. Tabibun, et-tabibu. Əbun, el-əbu. Ata kəlməsi kişi cinsinə aid bir xüsusiyyətdir. Ancaq bizim baxdığımız şey bir kəlmənin kişilərəmi, yoxsa qadınlara mı məxsus olması deyil. O kəlmənin sonunda müzəkkər və ya müənnəs olmasını gərəkdirən təyi mərbuta hərfinin olub olmamasıdır. Yəni biz burada əbun ata kəlməsinə bunun
kişiye ait bir hususiyet olduğuna göre biz buna kişi cinsi isim demirik. Sonunda təi mərbutə olmadığına göre biz buna müzəkkər isim deyirik. Ümid edirəm ki, daha yaxşı başa düşülmüşdür. Qitarun, el-qitaru. Amelun, el-amelu. Şari'un, eş-şari'u. Qamisun, el-qamisu. Qaf hərfi qəmərli hərflərdən olduğuna görə lam hərfini cəzmli oxuduq. Həramun, el-həramu. Savmun, es-savmu. Şakirun, eş-şakiru. Fundukun, el-funduku. Thelcun, es-thelcu. Buraya qədər bir çox örnək zikr olundu. İnşallah ki, hər birini qeyd eləyərək bunları əzbərləyərsiniz. İndi isə məşqlərə keçirik. Verilən ərəbcə sözlərin müzəkkər yoxsa müənnəs olduqlarını təsbit edərək səbəbini açıqlayacağıq. İlk örnəyimiz muallimun, müəllim kəlməsidir. Bu kəlmə kişi cinsindədirmi, yoxsa qadın cinsindədirmi? Bəli, bu kişi cinsində olan bir isimdir. Nə üçün? Sonunda təi mərbutə yer almayıb. İnsanun. Bu da mövzunun anlaşılması üçün gözəl örnəklərdən birisidir. İnsan kişi də ola bilir, qadın da ola bilir. Ancaq bizim baxdığımız xüsusiyyət qrammatik bir xüsusiyyət olduğuna görə biz bunu qadın cinsinə aid etmirik, sadəcə kişi cinsinə aid edirik. Nə üçün? Sonunda təi mərbutə yer almadığına görə. Şəvkətun. Bəli, sonunda təi mərbutə yer aldığına görə biz bu ismi qadın cinsinə aid edirik. Qiblətun. Sonunda təi mərbutə olduğuna görə biz bunu qadın cinsinə aid edirik. Ərnəbun. Dovşan. Sonunda təi mərbutə yer almadığına görə biz bu kəlməni kişi cinsinə aid edirik. Mizalletun, şəmsiyə, çətir deməkdir. Sonunda təi mərbutə olduğuna görə qadın cinsi isimlər kateqoriyasına daxil edirik. Xurucun, çıxış, bəli, təi mərbutə olmadığına görə kişi cinsi isimlərdəndir. Ulbətun, sonunda təi mərbutə olduğuna görə biz bunu qadın cinsinə daxil edirik. Qutu kəlməsinin kişi və qadınla heç bir əlaqəsi yoxdur. Yenə də təkrar edirəm. Sadəcə qrammatik olaraq biz bunu qadın cinsinə aid edirik. Xubzun, çörək, kişi cinsinə aiddir. Səbəbi sonunda təi mərbutə yer almayıb. Dərracətun, velosiped, sonunda təi mərbutə yer aldığına görə bunu qadın cinsinə daxil edirik. Ləhmun, ət deməkdir. Sonunda təi mərbutə yer almadığına görə kişi cinsinə aiddir. Riyadatun, idman, sonunda təi mərbutə olduğuna görə qadın cinsinə aiddir. Qalilun, az deməkdir. Kişi cinsinə aiddir. Muvatinun, vətəndaş, bu da kişi cinsinə aid bir kəlmədir. Nəzzaratun, gözlük, eynək, bu da qadın cinsinə aiddir. Çünki sonunda təi mərbutə var. Şurfətun, balkon, qadın cinsinə aid bir kəlmədir. Çünki sonunda təi mərbutə var. Şurtiyyun, polis, sonunda təi mərbutə olmadığına görə kişi cinsinə aid bir kəlmədir. Mis'adun, lift, sonunda təi mərbutə olmadığına görə kişi cinsinə aid bir kəlmədir. Aləmun, dünya, sonunda təi mərbutə olmadığına görə kişi cinsinə aiddir. Mil'aqatun, qaşıq deməkdir və sonunda təi mərbutə olduğuna görə bu kəlməmiz də qadın cinsinə aiddir. Bəli, dəyərli dostlar, bu dərsimizdə biz müzəkkər isimləri
müennes isimlerden ayırt edilen en müeyyen edici hususiyeti öğrenmiş olduk. O da neydi? Bir kelimenin sonunda bu iki şekilde yazılan t-i merbute harfi varsa o isim müennes isimdir. Eğer sonunda bu t-i merbute dediğimiz yuvarlak t harfi yoktursa o zaman bu müzekker isimdir. Bugünkü dersimizin mövzusu müzekker, yani kişi cinsli isimler idi. İnşallah ki dersimiz yaxşı bir şekilde qavranmıştır, başa düşülmüştür. Dersimizi burada yekunlaşdırıram. Gələcək dərslərdə görüşmək diləyilə hər birinizi Allaha əmanət eləyirəm. Esselamu aleykum və rəhmətullah.